Onun çox bir gözəl istəyi var, daha doğrusu ən böyük arzusu var ki, mən olimpiya çempionu olacağım və inadlı şəkildə bunu deyir. Bir insan ki, bu qədər qərarlıdır, bəli, deyirsə olacaq. Deyir ki, mən olimpiya çempionu olacağım. Çünki mən igid əskərin övladıyam, onun qanını daşıyıram, mənim o ruhum var. Bax, nədən yarandı, hardan yarandı? Uğurlar qazandıqca formalaşır bu, yoxsa elə əvvəldən bilirdin, belə bir içinə hiss olmuşdu? Əslində, balacaqda mən idmana həvəsim var, həmişə ata ilə bir yerdə, yəni biz evdə üç övladıq, yəni iki qardaşım var, amma yəni həmişə... Qardaşların da idman sahəsində? Bəli, balaca qardaşım cido ilə məşğuldur o da. O birisi qardaşım da futbolla məşğuldur, yəni idmanla məşğuldurlar. Mən balacaqdan idmana həvəsim var, ata həmişə aparırdı. Yəni heç vaxt demirdi ki, qız nədir, idman nədir və yaxud da qız incə-mincə olmalıdır. Heç vaxt o fikirdə olmayıb da. Yəni həmişə özü kimi, yəni oğlu kimi görməmişəm məni. Və artıq 2 ildir mən cido idman növündən məşğulam. Vaxt keçdikcə də daha da həvəsim artır və uğurlar bu 2 ildə beynəlxalq yarışlarda falan da yer qazanmışam.